Hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Deməli, burada südüm var. Hardasa bir 5 litr süddür, qaynatdım. Qatı tutacağım. Gördüyünüz kimi bu balaca saskı qab deyirik biz. Belə balaca qablarda iftar sürəsində inşallah yeməyin yanında yeməyə belə qatıq mayalayacağım. İnşallah axşama qədər hazır olar. Başlayayım ya Allah. Bismillahirrahmanirrahim. Bu formada qatıqlarımı mayalayım. Deməli, bu südlərimi bu qablarıma tökdüm. Və burada mayalıq qatığım var. Mən bəzən xama ilə də eləyirəm. İndi xamam da var əslində. Sadəcə istədim elə sırf qatıq olsun. Bu özü də elə xama dadı verən bir qatıqdır. İndi bax bundan hərəsindən bu qədər. Hərəsinə bir bu qədər çay qaşığı, belə bir çay qaşığı, tam dolu olmayan çay qaşığı əlavə edəcəm. Ya Allah, bismillahirrahmanirrahim. Bax hərəsinə bir qaşıq o formada əlavə edirəm. Tərəfindən qoyuram. Bəzən qarışdırıram, bəzən qarışdırmıram. Bu dəfə qarışdırmayacağam. Sadəcə bu formada qoyacağam. Tutulsun. Belə. Bir tərəfindən qoyuram. Bu qədər. İndi bunların da belə üzlərinə belə qapaq kimi yaraditkalar qoyuram. Bu cür. Və qoyuram bunu mayalanmağa aparıram. Mayalandıqdan sonra da sizlərlə paylaşacağım. Üstünə bir dəsmalda örtüm, aparım bir ədyal salım, ədyalın arasında qoyum mayalansın. Boş pişirirəm, soğanlarımı qoydum qovrulsun. Mən soğanları çox xırda eləmirəm, elə bir ki, yarını da yarı bölüb elə doğrayıram. Gördüyünüz kimi indi biraz qovrulsun. Bir tərəvəzlərini əlavə edəcəm üzərinə. Tuzunu əlavə etmişəm. İndi çox vaxtı mən borşa qara istiot yox, qırmızı istiot vururam. İndi çox güman ki, indi də elə qırmızı istiot vuracam. Tuzumu vurmuşam. Biraz istiotumu da əlavə edeyim. Yetərli, çox da az olmasın. Buna yetərli qədər əlavə etdim. Biraz sarı kök əlavə edəcəm. Kökü də əlavə etdim üzərinə. Bir dənə böyük, iri kök idi, çox böyük kök idi. İndi də biraz da kələmlərini əlavə edirəm ki, kələmlər də biraz qovrulsun. Yəni mən suyu qatandan sonra məsələn görürəm də bəzən suyu dökəndən sonra məsələn qaynayanda su deyəndə bulyonu da yəni ondan sonra kələmi tökülür. Mən əvvəldən kələmi az da olsa biraz qovururam. Yəni nəinki kələmi, bütün tərəvəzləri biraz qovururam, sonra əlavə edirəm bulyonunu. İndi lavrovi listini də əlavə edəcəm. Biraz bu formada qovururam, kələm biraz əlavə edəcəm hələ üzərinə. İndi bir əlindən biraz səpinir. Kələm də biraz qovruldu. Tam belə qovurmuram da, olsa qovrulduqca, yəni tərəvəzlər əlavə olunduqca biraz da qovrulacaq. İndi də çuğundunu əlavə etdim. Biraz da çuğundur qovrulsun. 2 ədəd çuğundur istifadə edəcəm. İndi bir ədədini belə sürtkəzdən keçirib belə qatıram. Biraz qovururam. Sonradan da suyunu əlavə etdikdən sonra da digər çuğunduru əlavə edəcəm. Tomatım da az qalıb. Belə qalıbdı. Bunu da qatım. Gətirim dəfnə yarpağını da qatım. Bu listini də əlavə edirəm. İndi bulyonunu da gətirim qatım. Bulyonunu əlavə etdim. Ətini əlavə etdim və indi də kartofları əlavə edirəm. Artıq demək olar borşum hazırdır. Burada rəngi çox açıq görsənir belə telefonda, amma çox qəşəng rəngi var da, çox qəşəng. Bilmirəm, telefonda niyə belə sarı görsənir? Və cəfəri də əlavə edirəm üzərinə. Cəfərini də əlavə edirəm və çox qaynatmıram. Cəfəri əlavə edəndən sonra artıq bişib onsuz da. Və borşum da hazırdır. İnanırsınız, qıpqırmızıdır borşumun rəngi. Bilmirəm, burada telefonda niyə belə görsənir, bilmirəm. Borşum da hazır. Qıpqırmızı rəngi, bilmirəm, telefonda açıq, çox açıq görsənir, amma rəngi çox gözəldir. Bilmirəm, nətər edim ki, bunu görsədə bilim rəngini. Bu borşum hazırdır. Bu da dünən tutduğum qatıqlardır. Belə ayrı qoymuq kənara. Gözəl, belə qabda. Baxın, görün necə tutulub. Baxaq. Baxın necə gözəl tutulub. Qatı çox gözəldir. Qatığım, bundan da baxaq. Necə göstərdim ki, içi yaxşı görünsün. Sanki xamadır, həqiqətən xama kimi çıxıb da, çox gözəl çıxıb. qədər göz haqqınızı halal edin. Həm YouTube səhifəmdə, həm də TikTok səhifəmdə like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun. Allah hər birinizin orucunu, namazını, duasını bu Ramazan ayında qəbul etsin inşallah. Sağ olun, Allaha əmanət olun.